Salam, hörmətli izləyicilər. Xəstəmiz Əliyeva Naibə Həsən qızı Beyləqan şəhərindən bizə müraciət eləyib. Əslən Beyləqanlıdır, daha doğrusu Bakı şəhərindən gəlib. Deməli, buna deyiblər ki, süd vəzində xərçəng var. İndi baxaq görək nədir. Bax bu düyündür. Bu saat əqrəbinin bir istiqamətində olan düyün. Kürəvari düyün. Saat əqrəbinin 3 istiqamətində olan düyün. Bu sağ süd vəzidir. Yəni eyni xəstənin hər iki süd vəzində 6 istiqamətində olan düyün. Bu kista deyil, düyündür. Saat əqrəbinin 7 istiqamətində olan. Saat əqrəbinin 8 istiqamətində 1, 2, 3. 3 ədəd düyün saat əqrəbinin 8 istiqamətində. Amma xoşbəxtlikdən düyünün içərisində nə kaysinat yoxdur, nə də bunların qanlanması yoxdur. Bu o deməkdir ki, bu xoş xassəldir Allahın köməkliyi ilə. Və bunun səbəbini də tapdıq. Bax görürsünüzmü? Düyünə bax. Yenə də saat əqrəbinin 8 istiqamətində baxdığımız sağ süd vəzidir, indi baxdığımız sol süd vəzidir. Yəni, saat əqrəbinin 8 istiqamətində kifayət qədər böyük ölçüdə, həm də ki uzana bilən düyündür 13 mm. Saat əqrəbinin 3 istiqamətində sol süd vəzində. Ölçüsü 13 solda. Ən çox rast gəldiyimiz 3-6 istiqamətidir. Yəni əslində bunların çoxsaylı olması və içərisində kalsinatın olmaması onun xoş xassəli olduğundan xəbər verir.